Meksikadan bütün Azərbaycana salam olsun və Azərbaycan xalqını mənə diqqətlə qulaq asmasını xahiş edirəm. Bilirəm, onsuz da danışdığımın mənası olmayacaq. Çünki utanıram, həqiqi çox utanıram. Mən neçə illərdir pəhlivanlıq eləyirəm, özüm öz gücümə bura qədər gəlib çatmışam. İndiyə qədər heç kimin nə çörəyində gözüm olub, nə pulunda gözüm olub, nə kiməsə yaltaqlıq etmişəm, nə kiməsə yalaqlıq etmişəm. Bura qədər də özüm gəlib çatmışam və utanıram ki, ona görə ki, nəyə görə mən dünyanın bütün millətləri ilə dostluq eləmişəm, sirkdə işləyirəm, hər millətdən var, amma nəyə görə bizim millətin içində olan həyasızlardan başqa millətlərdə yoxdur. Həmişə erməniləri pisləmişik, demişik ermənilər belə. Valla mən ermənidə görməmişəm ki, erməni öz bayrağın ucaldan idmançısını söysün. Dünyanın hər yerində söyüşləyənlər var, amma bir ölkənin sənətini, bayrağını ucaldan bir insanı söymək ancaq bizim Azərbaycana məxsusdur. Tək mənə aid deyil, mənim kimi nə qədər idmançıları söyüb təhqir edirlər. Bu yol verilməzdir. Bu çox irgənc bir hərəkətdir. Mənim artıq anamı söydülər, bacımı söydülər, uşaqlarımı söydülər. Çox irgənc bir söyüş müharibəsi aparırlar. Artıq keçiblər mənim ölənlərimi söyməyə. Və hər şey bir qırağa. Şimşək adında biri var idi. Bir 3-4 il bundan əvvəl mənə yazdı, səndən fəxr edirik, tuda, suda. O yüz, bu yüz, nəsə... Hətta mənim bibimin ərinə də nəsə o vaxtı mən ona kömək, qazi idi, onun üçün bir video çəkmişdim. Çerez elə onun nömrəsini tapdı, onunla danışdı. Deməli, mənim atamı söyür bir dənə maşenlik. Heç güya müxalifətçidir, heç müxalifətçi də deyil. Çünki müxalifətdə söyüşləyən oğlanlar üzlərini açıb göstərirlər. Deyirlər ki, bax bu mənəm, mən söyüş söyürəm. Amma bu üzünü də göstərtmir. Heç bilinmir nəyə qulluq eləyir. Girib mənim canlımda başlayır dövlətə qarşı danışmağa. Mən birinci siyasətçi deyiləm, yəni mən siyasət adamı deyiləm. Sən pox yirsən ki, girib mənim canlımda dövlətə qarşı danışırsan, nə bilim, hökumətə qarşı danışırsan. Fərqi yoxdur, hətta mənim canlımda girib müxalifətə qarşı danışanları da mən blok eləyirəm. Mən çünki nə müxalifətçiyəm, nə dövlət adamıyam, mən Azərbaycan pəhlivanıyam. Belə cındır, tiryapqa insanlar girirlər cəmaatın anasını, mənə şantaj edir, sən deyir, bütün günü atağın qəbrini söyəcəm. Mən atamın qəbrini yoxu, var yoxumu söygünən. Sən üzün görünmür, sən üzdə olan adam deyilsən, sən kimi milyonlarla insan söysün. Amma mənə təsir edən Qazaxstanda yaşayan Azərbaycanlılar, Qazaxstanda da olmuşam, orada mənim xətrimi çox istəyən adamlar var. Sadəcə olaraq bax bu şərəfsiz var ya, bu şimşəyi. Bunu görəndə prosto üzünə tüpürərsiniz. Yaxşı, adı Qazi qoyub, deyir, mən Qaziyəm Qarabağda. Nə olsun, sən Qarabağda olmuşsan? Sən Qarabağda olmuşsan, hansısa oğraş köpək oğlu mənim atamın qəbrini söyəcək. Sən də orada smalik qoyacaqsan. Tüpür sənin kişi sifətvə mən tüpürüm. Mən onların üzünü tanımıram, amma səni mən tanıyıram ki, sən şərəfsizsən. Ey Qazaxstanda yaşayan Azərbaycanlılar, bax bunu bilin ki, bu şərəfsizdir. Mən bu insanla heç bir intriqam olmayıb, mən buna kömək etmişəm, məndən dəfələrlə qazilərə kömək üçün video istəyib, video çəkmişəm 3-4 il bundan əvvəl, telefonla da danışmışam. İndi bu mənim atamı söyənə smalik qoyur, ləzzət alır. Deməli, mənim atamın qəbrini söylürlər, sən də ləzzətsən. Baba, bir də deyirəm, sən kişilik və mənlik və oğraş şərəfsiz. Sənə Qazaxstanda hörmət qoyan oğlan indən belə, özünü tanımayan oğlandır. Qazaxstanda da özünü tanıyan oğlanlar artıq kursdular ki, sən şərəfsizsən. Prosta buna nakazat eləyərsiniz, görsəz ki, Çingiz sən anavı söyməyib, bacıvı söyməyib, sənə pislik. Sən nəyə görə Çingizin atasının qəbrini söyənə smalik qoyursan, ləzzət eləyir, hə? Abijnik. Ölkədə belə abijniklər, dostlar, çoxdur. Adamı irgəndirirlər. Niyə dünyanın heç bir yerində belə mındar söyüş müharibəsi aparan yoxdur, ancaq bizdədir. Günahkarı da söyürlər, günahsızı da söyürlər. Təzə metod tapıblar. Video çəkirlər, anonimlik açırlar, filankəsin anasını söyüm, qəbrini söyüm. Bu nə mındarçılıqda la? Kişi olun, sözü olan mənə üzünü çıxartsın, kamerayla zəmvırsın, desin. Cındır, tiryapqa hərəkət eləməyin. Şərəfsiz bir qeyrətlər.